Eşitdim ki, Napolyon xəmirində çətinlik çəkirsiniz. Yaxın əyləşin, əsl fransız milföyünü I am hungry izah eləyəcək. Buz kimi suya duz, sirkə əlavə eləyib qarışdırıram. Ona kərə yağı qatıb xəmir yoğururam. Xəmiri streçləyib mütləq 1 saat soyuducuda gözlədirəm. Arasına qoyacağım yağı ondan qarışdırıram. Pingvin dediyim polietilen torbaya qoyub A4-dən kiçik ölçüdə yayıb soyuducuda bərkiyənə kimi gözlədirəm. Dincəlmiş xəmiri yağın 2 qat ölçüsündə uzunsov yayıram. Yağı xəmirin ortasına yerləşdirib, videodakı kimi qulaqlarını bağlayıb bitişdirirəm. Qatlar səliqəli olsun deyə kənar hissələrini kəsirəm. Bu birinci qatdır. Dərhal ikinci qatı yayıram. Yenə eyni qayda ilə uzunsov yayıb, kitab kimi büküb, bu dəfə yarım saat soyuducuda gözlədirəm. Gözləyəndən sonra üçüncü qatı da eyni qayda ilə uzunsov yayıb, kənarlarını qatlayıram. 30 dəqiqə soyuducuda gözlədirəm. Sonuncu dəfə dördüncü qatı da uzunsov yayıb, kənarlarını qatlayıram. Vəssalam, fransızlar bu qatlama prosesinə turaj deyir. Dördüncü turaj bitəndən sonra soba sinisi ölçüsündə yayıb, çəngəlləyib, 150 dərəcədə bişirirəm. Qətiyyən tələsmirəm, çünki əsas üst hissəsinin qızarmağı deyil, ara qatlar da quruyub qızarmalıdır. Bişmiş qatların nəmişliyi az olan qoxusuz yerdə bir həftəyə kimi saxlamaq olar. Səhifəmi diqqətlə izləyin, növbəti postda krem reseptini paylaşacağım.